vaxtınız xeyir olsun. Bugün sizlərlə evdə hazırlaya biləcəyiniz kiçik bir oyun düzəldəcəyik. Bunun üçün bizə vərəq, bir qab və su, eyni zamanda qayçı lazım olacaq. İlk növbədə kağızı 2 hissəyə qatlayırıq və qayçının köməyi ilə kəsirik. Kağızın yarısını qatlayırıq. Biz bu sayədə gəmi hazırladıq və bu gəmini suda üzdürəcəyik. Siz bunun vasitəsilə uşağınızda həm kiçik motorikanı, həm diqqəti, həm əl-göz koordinasiyasını inkişaf etdirmiş olursunuz.